Salam mənim əzizlərim, davam edirik. Əkizlər bürcü ilə avqustun sonuna qədər əkizləri nələr gözləyir, ona baxacağıq. Səhifəyi bəyənməyi, paylaşmağı, dəstək olmayı unutmayın. Gözü və hərəkəti. Mars tam sizin bürcünüzdə yerləşir. Bu sizi böyük enerji, cəsarət, fizik aktivlik, sürətli hərəkət etmək istəyi verəcək. Marsın təsiri ilə impulsiv qərarlar almağa, ətrafdakılara kəskin reaksiyalar verməyə meyilli ola bilərsiniz. Amma enerjinizi idmana, fiziki işlərə yönəltməyiniz daha faydalı olacaq. Yupiter, Merkuri, Günəş 17 avqusta qədər ikinci evinizdə olduğu üçün fikriniz daha çox ailə, daxili dincliyə, köhnə məsələlərin həllinə cəmləşməlidir. Baxırıq sevgi. Venera sizin 4-cü evinizdədir və amma Venera qız bürcündə çox zəif mövqedə olduğu üçün münasibətlərdə xırda detallara ilişmək, partnyoru tənqid etmək, nəsə mükəmməllik tələb etmək, yəni bu sizdə ailədə gərginlik yarada bilər, yəni davanı qızışdıra bilər. Ona görə bu kimi manipulyasiyalara getməyin. Ev daxilində romantik münasibətlərdə, duyğularda məntiq ön plana çıxacaq. Səmimiyyəti qorumaq çox vacibdir. Mühakimə etməkdən çəkinməlisiniz. Subaylar üçün də ailə vasitəsilə ev mühitində yeni bir tanışlıq ehtimalı var. Yəni ola bilər ki, kimsə evinə dəvət eləyə, orada yeni birini görəsiniz, tanış olasınız və yaxud da ailəniz vasitəsilə kimlənsə tanış olasınız. Lakin hisslərinizi tam bəyan etmək üçün tələsmək olmaz. Karyera, işə baxırıq. Saturn retroda olduğundan karyer sahənizdə məsuliyyətlər arta bilər. Retro köhnə layihələri tamamlamağa, peşəkar addımlara daha səbirli olmağa sizi sanki bir məcbur eləyəcək. Birinci evdəki Mars sizə iş yerində inisiativi ələ almaq gücü verəcək. Yəni yeni fikirləri müdafiə etmək üçün yaxşı vaxtdır. Rəhbərliklə münaqişəyə girməməyə diqqət etməlisiniz. İkinci evdəki Merkuri, Yupiter maliyyə danışıqları, müqavilələr, peşəkar ünsiyyətdə kəsərinizin, sözünüzün keçərliliyi artacağından xəbər verir. Baxaq pul və maliyyəyə. Yupiter və Merkurinin ikinci evdəki mövqeyi maliyyə baxımından çox uğurlu imkanlar yarada bilər sizə. Ailə biznesindən, daşınmaz əmlakdan, əlavə işlərdən gəlir əldə edə bilərsiniz. Birinci evdəki Mars bəzən ani lazımsız xərcləri yol aça bilər, amma eyni zamanda 4-cü evdəki də Venera da ev, eşik, təmiridir, rahatlığa da pul xərcləyəcəksiniz. Tövsiyə olunur ki, böyük maliyyə qərarları verərkən məntiqə söykənin, gəlirlərinizi uzun müddətli yığımlara yönəltmək üçün çox əlverişli bir dönəmdir. Mələklərin sizə məsləhətinə baxacaq, bir kart çəkəcəm. Yeni fürsətlər sizə qəribə, yəni alışıq olmadığınız bir şəkildə yeni fürsətlər qapınıza gələcək. Dəyişimə açıq bir dövrdəsiniz. Bu qədər mənim əzizlərim. Videonu bəyənməyi və paylaşmağı unutmayın.